Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Adam her şey adetdir. Biz yaşayışımızda tamamen adete bağlıyıq. Mənim Türkçe kitab oxumaq adətim yox idi. Və hər gün bir saatda həttəmən gəlim kitab oxuyayım, bu da adətim yox idi. Amma keçən 6-7 ayda başladığımız üzere bir adətə, yaxça adət eləmişəm. O da Türkçə kitab oxumaqdır hər gün. Geçən bir günü, əslində 2 günü kitab oxumağa fürsətim və zamanım olmurdu. Və ciddən darıxmışdım bu ki, Türkçə kitab oxumuram, gedim bunu oxuyayım. Özümü yetirdim bu günləri. Bundan belə ki, sübh saat 10-dan demək olar indiyəcən məşğulam, çox ciddi vəziyyətdə. Amma indi özümü yetirdim və kitab oxumağa istəyirəm başlayam. Beləliklə, bugünkü Cəhalət Mühəndisliğinə Qələbənin 217-ci bölümün başlayıram. Umarım inşallah bu günləri bir... O gün dünən heç eləyə bilmədim kitab oxuyayım. Amma kitablar axtarırdım, imkanım oldu, kitablar axtardım. Geçənki proqramda, yəni 2216-cıda, əgər səhv eləmirsəm, Fususul Hikəm adında bir kitabın Türkcəsini oxuduq. Ki, içində Fususul Hikəmin ərəbcəsi var, eyni halda onun Türkcəsi var. Sonra proqramın sonunda YouTube'da axtardıq, görək ki, bu müəzzəm kitabın ki, fəlsəfədir, irfandır, tarixdir, din tarixi, şəriət tarixi, irfan tarixi, fəlsəfə tarixi, fəlsəfəçilər, irfancılar və bunların arasında olan savaşlar, bunların hətta qan tökülməyə can çəkilməsi belə, yəni qan da tökülübdür əslində, bunların savaşlarının bu kitabda görürük. Bu kitab 932 səhifəlik bir kitabdan ibarət idi. Mən bunun son dünənləri olduğum yerdə axtardım. Bunun bir farsısını tapdım. 4-5 nəfər oturublar, buna şərhi yazıblar. 1140 neçə səhifəlik. Əslində, yenə də bu Türkçə kitabdan azdır. Niyə? Çünki bu Türkçə yazılan kitab 932 səhifəlik bir kitabdır. Hər səhifədə 25 sətir var. Hər sətirdə üstə az, çox ortalama tutsaq 20 kəlmə yazıb, 20 söz yazıbdır. Beləliklə 440 neçə min kələməlik bir kitabla üzbəyiz yox ki, farsça yazılan kitab və neçə nəfər yazan kitab bundan daha azdır. Hər halda bunun ərəbcələrini də tapdım, yəni ərəbcə videoların onlara baxmağa qeyrət eləyəcəm. Gündə əlimdə gələn qədər, yəni fürsətim olduğu qədər bu Türkçə kitabları oxuyacağam heç. Onun yanında çalışacağam ki, ərəbcə bu kitabın şərhinə də qulaq asın. Əlbəttə farscası da vardı, amma mən ərəbcəsinin qulaq asmağını çox düşünürəm. Əgər görsəm çox ağırdır, qətən gedəcəyəm ərəbcəsinin, farscasına da qulaq asım. Türkçəsini də tapsam, hələ tapmamışam. Onu görürüm, amma Türkçəsi budur da, yəni tapdığımız da oydu. Amma gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, bizi aparsın Türk dünyasının yazı uyğarlığı ilə, təməddünü ilə, ya mədəniyyəti ilə, dil uyğarlığı, düşüncə uyğarlığı, anlayış uyğarlığı və bu tür şeylər, əxlaq, görüş, fəlsəfə, hüquq, siyasət, ixtiraat və iktişafat və ha belə iktişafat deyəndə axtarıb tapdığı yer üzündə, coğrafiyada, göylərdə axtarıb tapdıqları bunlarla bizi tanış eləyəcəkdir. Ona gedək, baxaq. İndi isə gedək görək ki, hansı kitab gəlir.
Tamam, bu yaxınlıqlarda bir yerdə olmalıdır. Mir'atulluğa məcmui əlfaz fususul hikam. Bu nədir? İndi bu mətni keçən dəfə bu əksi göstərmişəm bir yerdə. Ona görə fikir eləmirəm ki, ehtiyacı olsun təzəşdən gələk buna baxaq. Çünki bu türk adların necə torpaqların üstündən götürməklə bir tarixi götürüb oranın insanlarının zehniyyətini anlayıb. Ki, nə demək? Buranın adı nə idi? Buranın insanları Abiyek taza bir addır. O qədər tazadır ki, görə hangi tarixdə yazılıbdır bu? Bu 1317-ci şəmsi ilində yazılıbdır. Yəni 84 il bundan qabaq, 84 il bundan qabaq bu kitabı yazıblar. Yəni bu buranın adını çeviriblər. Buranın adı, Abiyekin adı nə idi? Qışlaq. O birisinin adı Yenci İmam Haranın adı idi? Kərəc. İndi insanlara kərəc deyəndə adam deyirlər ki, bura tarixən kərəcdir. Cəlib budur ki, dünənləri dostların birinin fərmayişlərinə qulaq asırdım. Hörmət qoyduğum böyük bir dostumdur. İndi bəlkə 22 ildir ki, ondan danışmamışıq üzbəyüz. Amma ondan öncə ki, mən Təbrizdə olurdum, bu adamın köməkli qalırdım bu şərif insandan və xəbərlərində, danışıqlarımda bu adamdan köməkli qalırdım. O deyir ki, Fars adlı bir yer var idi, coğrafiya adı var idi İranın güneyində. Heç vaxt belə bir şey olmayıbdır. Bu dostumuz gərək əvvəl tarixdə deyərlər ki, filan tarixdə buranın adı Fars imiş. Ustan Fars ki deyirlər dostlar, bu ustan əslən özü taza bir şeydir. Fars da taza bir şeydir. Belə bir şey yoxdur. Yəni tarixdə Fars adında bir hakimiyyət, dövlət, silsilə, insan və ha belə bir torpaq ki, ora 100 ildən öncə oranın adı olsun, yoxdur. Məşrutiyyətə can və məşrutiyyətdən sonra da belə bir şey yoxdur. Bu Fars, Ustan Fars deyə istillər soxalar, tarixə deyərlər ki, var idi. Belə bir şey yox idi. Mən mədrək tapmamışam olmağına. Bu iki adda indi bizə deyirlər var idi. Bunu gərək dəlillə sabit edirlər ki, filan tarixdə, filan sənədə görə bura şey olurmuş. Və bu sənədlər bir, Fars olmayacaq. İkinci, məsələn, bunu türklər deyəcəklər, ərəblər deyəcəklər, bu bölgədə yaşayan insanlar deyəcəklər. Amma bu Fars olsa əl yazma olacaqdır. Yəni bunların hamısında Farslar özləri də yazsa, türklər də yazsa, ərəblər də yazsa əl yazı olacaqdır. Biz xaricilərin sözlərinə inanmırıq. Çünki düşmən gəlib toprağınıza sizə burada ad qoyubdur, tarix yazıbdır. O mənim qəbulum deyil. Üçüncü şey ki vardı, məsələn, Qəsr-i Qacar, Seyidxəndandan aşağıda, günəyə tərəf, Seyidxəndandan bir üstə var, şəriəti deyirlər indi adına, xiyaban, bir də aşağı var. Yəni, şəhrin downtown, aşağı, kasıb məhəllələrinə tərəf. Bu, elə biraz ki, Seyidxəndandan körpüsündən biraz aşağıya yenirsiniz, bir dənə mərkəz var, adına deyirlər Bisim. Ora qəblən nə imiş? Qacar qəsri imiş. Amma indi onu neyniyiblər? Adını Bisim deyə insanlar deyirlər ki, bura Bisim imiş də, yəni Rıza Şah dövründən sonra. Yox, bəllidir. 1317-ci ildə filan şumarə ki, indi burada göstərirəm, dostlar ki, canlı baxırlar, onlar görəcəklər, buranın adı bir isim deyilmiş, Qəsr-i Qacar imiş. Qacar qəsri. Ha belə, aşağıda görürük ki, yazır bu namədə ki, bu bəxşnamə gərək o mərkəzdə işləyənlərə deyilsin, onlar adları dəyişdirsinlər və dövlətə də xəbər versinlər. Hər halda bunu keçən cələsədə danışmışdıq, onun üçün buradan geçək. Bu günləri istəyirəm ki, iki kitabı açım, çünki
Biri hesab fəlsəfəsidir. Açıq görək ki, nə qədər bu şeydən baş tapacaq. Biri də lüğəti nəvayi yazma. Görək ki, bu nədir? Bunu da bir açaq. Ehtimal verirəm ki, buna da zorum çatmaya. Onun üçün üçüncü kitabı da açaq. Əmsali Türki. Əmsali Türki Məclis əl-yazma. Məclis əl-yazma. İndi bu görək ki, Əmsali Türki Məclis əl-yazma. Görək ki, bu üçüncü kitabı da açaq. Görək ki, aha, bu məclis, yəni İran Şura Məclisi oradır. Tamam. İndi qeydaq gedək bu kitabları ki, bugün açdıq. Bunlardan görək ki, hangisi bizə əvvəl bu hesaba baxaq. Görək ki, hesab nədir? Həmişəsinə təbii bu günləri daha çox qıssa danışmalıyam ki, kitabın zahirinə baxaq. Kitab cildi açıblar, cildin özünü görmürük, için görürük. İçin görürük, burada açıblar və burada sağ tərəfdə cildin içəri tərəfində 14429 adlı ya 14400 demək olar İstanbul Üniversitesi. Bu kitab kütüphanəsi. Əvvəl bunun adına baxaq. Adını qoyublar burada. Kitab əvvəl bunu 217-ci cələsəni yazın. Buradakı bəlli olsun hangi cələsədir. Tamam. Adı kitabın nədir? Fəlsəfi hesab. Farsca ada bənzir. Çünki əgər türkcə olsaydı gərək yazıydı hesab fəlsəfəsi. Hangi kitabxanadır? İndi İstanbul Üniversitesi kitabxanası. Bu öncədən hardaymış? Ədəbiyyat kitabxanası. Yəni orada da şeyin də içində ədəbiyyat kitabxanasıdır. Ədəbiyyat kitabxanası. İndi şey nədir? Ədəbiyyat kitabxanası. Burada yenə də yazıblar onu. Əlbəttə burada bir şey yazıblar. Görürüm, o da ədəbiyyat olacaqdır. Bəli. 248-ci kitabdır. Elmi hesab. Bəs burada indi adı fərq elədi. Baxın. Burada yazdıqları elmi hesab. Bunu yazaq ki, elmi hesab tərcüməsi. Tərcümədir üstə. Tərcüməsi. Tamam. İndi kitabın buradan bu yüzə baxaq. Kitabın içinə baxırıq. Bura kitabın içidir. Fikirləm bu kitabı öncədən görmüşük. Ehtimal verirəm. Onun üçün biraz yazılar çoxdur. Müqəddəməyə yetişirik. Əvvəldə bir ön yazı var, sonra bir müqəddəmə var. Məbhəsi əvvəl, məbhəsi sani, salis, sonra bir yerdə rabi burada düşübdür. Xamisə gəlir, 5. Burada sadisdə düşüb bir yerdə. Aha, burada da görürəm qərə yazıblar. Bəzisi qırmızı, bəzisi qərə. Və sabi və samin və tasi, aşir, hadi, əşər, 11. Bunları burada görürük. Görürsünüz, bunun dövrəsində qab ya çərçivə yoxdur. Gəlir burada cədvəli görürük. Cədvəldə 1, 2, ta üstə əsami, rəqəm, hər kəsinin adıdır. Tamam, burada yazmayıblar rəqəmləri, yəni nə cür yazılacaq onu görmür. 10, 11, 12, cəlibdir, bunları gördük. Sonra gəlirik burada ədədlərlə və ədədlə burada yazır, yəni orada yazmamışdı cədvəldə, burada yazır. Eyni halda bunu şeycə şey edir, yazı ilə də göstərir ki, bura nə tür olmalıdır.
bir cürə ehsası zəif elədin indi, düzünü axtarsaz. Tərlədin, birdən-birə bu cəhər gəldin. Sonra indi hər halda burada ədədləri göstərir. Gedək o bir səhifələrə də baxaq. Çox gözəl bir xətt ilə yazılıbdır. Baxın görün ki, türkcədir nəzərə gələn. Bəli, türkcədir. Bunu da gördük. Burada bir ədədləri mühasibə eləyibdir. Kitabın 104 səhifə şeydə görsənir. PDF-də ki, yəni 208 səhifəlik bir kitabla üzbəyüzük. Bunun üçün cədvəli zərbi burada görürük ki, nə cür yazılıbdır, onu görürük. Kitabın xətti çox gözəl, kağızda salim qalıbdır. Burada bir ədəddir, ehtimalən təqsim edir, bölmədir. Təqsim ərəbcədir, onun türkcəsi bölmədir, bölünür. Ehtimalən bölmədən də sonra əlbəttə keçəcəkdir. Bir ayrı bəhslər, yenə burada bir ayrı bəhs göstərir, bölmədir. Onlar da tozih verir ki, nədir onu o cür elədi, zahirən belə bir kitabdır. Yenə bir ayrı təqsimlə üzbəyüzük. $537.000 sədr olacaqdır. Bir ayrı mizan digər, bir ayrı şeylərdən, fars şeyindən istifadə eləyibdir. O ədəbiyyatı üzə bunlara ad qoyubdur. Küsurat-ı bəyanindədir. Küsurat, yəni məsələn, sadə bir ədəd deyil. İndi hər halda bunlara da bəlkə yetişsək bir baş vurarıq. Görürük ki, burada niyə buna deyibdir hesab fəlsəfəsi, farsca buna ad qoyublar, bilmirəm. Əslində bunun elə elmi hesab desək və tərcümə desək dahi yaxşıdır. Biraz sürətlə bunu gedim, çünki istəmirik burada çox vaxt yox. O küsuratı, yəni kəsri göstərir ki, məsələn, birdən az olanda onu necə bölürük? Birdən az olanda onu bölmağını göstərir. Bəzən birdən az olur heç, bəzən birin %1'ində az olur, onu da göstərir. Bəzən birin 1000də biri olanda onu göstərir. Bəzən birin 10.000'i, 100.000'i, hətta 1 milyonu da olsa hesablılar ki, birin 1 milyonda biri. Bizə bu çox şey gəlmir, adi insanlarıq. Amma fərz edin ki, bu mühəndislərdə və göyə getməkdə bu mühasibələr olur. İndi burada bir ədəd gəlib ki, bunu mən bilmirəm, bu nə olacaqdır. Bunlara əgər yetirsək baxarıq. Çox böyük ədədlərdən burada danışılır ki, mən bunlarda başarmadığım üçün çox da bunlara girişmirəm. Bu bəlkə hesab haqqında oxuduğumuz 10-ci, 15-ci kitab ola, bilmirəm. Neçə dana hesab haqqında bu 217 proqramda kitaba baxmışıq türk dilində. Gəldik kitabın təqribən yetişdik axir səhifələrinə və qutardı. Fəqət burada niyə gəldim? İstədim ki, görün burada əcəba bir tarix tapa bilərik və yox. Ona bir baxaq, görək ki, burada bir tarix var. Hesab oluna vərəq bir müfiq mətlub 25 hərfdən mürəkkəb olan bütün kəlmələrin ədədi hesab olunur.
Aha, burada da o gəlir hər hərfə bir Morse əvəzinə, yəni biz istirik Morse-la, rəmzlə danışaq, eləyə bilərik ki, məsələn, ədədlərin yerinə ədədlə danışmıyıq. Eləyə bilərik ki, Morse-la danışaq. Morse-u biz ədədlə danışırıq. Əlbəttə, eləyə bilərik ki, məsələn, deyək, salam əleykum bunu yazaq. Ondan sonra sözlərimizin hamısını 1, 2, 3, 4 ilə yazaq. Bunları bir-birinin dibinə qoyaq. Nöqtədən, virgüldən də istifadə edək. Kəlmələrimizi beləsi aparaq qabağa. Bunu da biz burada görmüşük. Amma görək, burada hesab bizə bir tarix verir ki, bu kitab adı bir sizlə ədədlər qaidəsi bir nas məşhur və mütədavid olur və səlam. Tarix burada qoymayıbdır. Bu da cildi açdı. Osmanlıda yazılıb bu kitab. Bu nəqqaşı siz görürsünüz cildin üzərində. Bu Osmanlıda yaygındır. Suyun üzündə çəkirlər. Hətta mən dünən gecədə bu haqda bir video gördüm ki, bu Çin idi, Yaxar idi. Orada umarım ki, bu zəif geçsin. Eləyə biləm ki, kitabımızı oxuyam. Keçəcəkdir, onu mən nigeran deyiləm, ona görə. Qeydaq kitabımızın əvvəlinə və görək, bu kitab İstanbul Ədəbiyyat Kitab Üniversitesi, İstanbul Üniversitesi Ədəbiyyat Fakültəsində saxlanır. Burada o şey gör ki, onun adı da indi nə idi bilmirəm, amma 248-i burada kitabın cildində görürük. Qeydaq görək ki, bu deyirdim kiçik, amma burada 24 dəqiqəyə wow şey yetişmişik. Çox uzatmışam əslində. Qeydaq gələk əvvəldən başlayaq. Bismillahirrahmanirrahim. İstirdim mən bu kitabı çox oxumayam, amma belə nəzərə gəlir ki, məcbur olan məkan, kövn məkan və sahibi cəvd və ehsan. Cud və ehsan ərəbcə sözdür. Kön və məkan, bunlar hər ikisi də yenidən şeydir. Kön varlıq, məkan da yer. Sahibi cud, yəni həman bağış, ehsan da ki, ehsan bizdə bilmirəm türkcəsində nədir. Ehsan həzrətlərinə səzadır ki, lütf və inayəti əraz ilə ya əraz ilə təlil etməyib, təlil illətləndirmək. Ya, burada illət deyil, burada çox təlil, yəni məəttəl eləmək. Əksi mühəssa, ehtimalən mühəssa, fəzl və cudi ilə müamilə buyuraraq ərbə'i متباسیه عناصر انسانیه بی جوهر عقل و دانش ایله müzeyyen ve محلی و تحمیلی yad əmanət-i kübra cümle-i məxluqat üzərinə mükerrem və ə'la edib kərəm və ihsan bi hesab müstəid və şayan ənva-i ulum və e'tinaq. Mən bildim və bu kitabı öncədən oxumuşam, amma bəllidir ki, oxumamışam, çünki
bu kitabdan bu kəlmələrin heç birisi öncədən hesab haqqında oxuduğumuz kitabların heç birisinə bənzəmədiyi üçün bu kitab taza bir kitabdır. Görək əcəba inşallah ki, buradan bir tarix də çıxar. Bu kitab hangi tarixdə əlyazı olubdur, əlyazmasıdır. Və şayan və ənva-i ulum və etinaf məntuq yəni nutq və nutq yəni danışıq və məfhum biz buna qavram deyirik. Qutbun və zi ezan. Bu zi nədir? Çünki bunu dal zeynə yazsaydılar, sahib ünvanı gəlirdi. Elə burada da o mənanı mən alıram, başqa bir məna almıram. Bəlkə türkü olduğu üçün istəməyibdi bunu ərəb kimi yazsın. Amma ərəbi kəlmələrdən də istifadə elədiyi üçün buna biraz şey oluram. Və məfhumi qutbeyn və zi qutbeyn iki yəni qutb və zi izan. Yenə də burada izanın özündə rez ilə yazıbdır. Ərəbcədə əlbəttə bilirik ki, bu ərəbcə sözdür, amma ərəbcədə dal ilə yazılır. Xalq və icad və məarif-i suriyyə və mənəviyyə ihtisabinə iraəti təriq irfan və sidad buyurdu. Sidad da bağlamaqdır, yəni yolu bağlamaq. Və əfzəli sələvat və əkməli təhiyyat ol məfxəri mövcudat və əşrəf sallallahu teala aleyhi Həzrət Muhammedin və səlləm həzrətlərinə icradır ki, təbliğ risalət və iqamət hüccət ilə çəmkərtə rah xətanın. Burada çəmkərtə rah farsca kəlmədən istifadə edibdir. Çünki farscanı dostlar, illət bu ki, türklər farscanı işlədiblər. Bunu diqqət buyurun. Mənim belə düşündüyümdür. Dostlar da görürəm ki, belə görürlər. Bir çox dostlar bu son zamanlarda görürəm ki, buna mütəmayildirlər. Xüsusən 2-3 dostumuz vardı ki, gündə ya neçə gündən bir dana bərnamə düzəldir YouTube-da ki, bərnaməsində adı yoxdur və şuara da qoyulmur ki, bəlli olsun ki, neçinci bərnamədir ki, bunu danışıbdır, ya hansısa əvvəldə, hansısa sonradır, bunu da bəlli eləmir. Ona görə mütəəssifanə şey olmur. Bir dostumuz vardı, indi o şey ki, farsça təxtə siyah deyirlər, o təxtə üzərində yazır, onu görürük, dostların biri ondan gəlir, deyir ki, fars dilini və ya hətta bəzi çox bir dillərin kökü türkcədir, beləsi başlayıbdır, çox gözəl məncə bəhslər də başlayıbdır. Bir ayrı dostumuzu, mən tanıdıqlarıma deyirəm, onlar ki, görmüşəm, onları deyirəm. Bir dostumuz, o da kəlmələrin kökünə baxır, yenə eyni o birisinə tay, amma biraz fərqli baxır. Bir dostumuz da fars dilində danışır və orada da görsədir ki, kəlmələrin kökü, fars kəlmələrin kökü türkcədir. Bu da münazirəyə dəvət edir zahirən. O birisi dostumuz da, əvvəldəki dostumuz, bunlar əlbəttə ikisi türkcə danışır, fəqət bu dostumuz sonucu gördüyüm, bu üçüncü dostumuzda görmüşəm. Bunlar video düzəlir, amma bir dostumuz, başqa bir dostumuz lüğətçidir, dilçidir əslən. Mən o dostumuzun adını da bilirəm əlbəttə, amma indi elə bu anda zehnimdən çıxdı ki, onun ismi şərifi nədir? O dostumuz da bu son zamanlarda bir müsahibə kimi bir vəziyyətdə bunlara işarə edibdir ki, fars dilini türklər yaradıblar
və türklər bunu da yekəldiblər. Onun üçün də bunu işlədirlər. Çünki yaratdıqları bir dildir. İstəyirlər ki, bunu inkişaf verərlər. Necə ki, Yəhudilər Esperanto dilini yaradıblar. Onu da çox çalışdılar ki, yaygınladalar, işaət yaygın. Mən də buna inanıram ki, bu dili bizim dədələrimiz yaradıblar və bunlar da türklərin ağlını göstərir. Hər nə qədər də bunu dalıya geçsək, önəmli deyil. Deyək ki, hətta Şahnaməni də türklər yaradıblar. Tamam, türklər bu dili yaradıblar, bunun da üzərində kitablar da yaradıblar. Onun üçün də bəzi kitablarda biz bu fars dilini görürük. Deyir ki, təbliğ, risalət və iqamət hüccət ilə kəmkərdə, gümkərdə əlbəttə, kəm deyil bu da, gümkərdə rah xətanın və usyan və zəlalət olan üns və cinni, ins o cinni səbili hidayət dəvət və dəlalət edib ətbai sünnəti səyyiə, səyyiə yəni pis, ərəbcə sözdür, səyyiəyi və inqiyad şəriət-i mütəhhərə əleyhü şəriət-i mütəhhər illiyyəsinə müvəffəq olaraq nəfs-i əmmarəsinə cəbr və müqabilə ilə, ciddi hamısı riyaziyyatın cəbridir, müqabilədir, nə bilim, və şəmət deyəndə subat denidə, şəmət dənidə əgər ya dənidə ehtimalən dənidə sir ilə təbşir bişarətdir, məsrur və şadan eylədi. Məsrur ərəbcə sözdür, şadan da şad sözü də ehtimalən türkcədir. Dan, hətta o dan sözü də şadan, yəni şad olan, o da yenə türkcə sözdür, yəni kəlmə hərfidir ki, gəlibdir kəlmənin sonuna yapışıbdır. Hər kəlmə ki, kəlmənin sonuna yapışaq, bu türk dilinin xasiyyətidir. Fars dilinin xasiyyəti deyil. Fars dilində sonuna kəlmənin gələn bu nişan verir ki, türkcədirlər. Ya türkcənin qanun qaidəsidir. Normal budur ki, farscədə əvvələ gəlir. Bu da şeydir, yəni türk dili ilə fərqli olmaq qaidəsi budur. Türk dilində tamam hər bir kəlmə ki sonuna yapışa, o türk dilindədir. Fars dilində gərək əvvəlinə yapışsın. Onu da dediyim kimi bizdən alıbdır. Onun üçün bu da görsənir ki, şadan türkcədir. Şadan elədi və durud-i naməhdud ali şərəfgərini, ali şərəfgərin ərəbcə sözdür və əshab-i hidayət rəhin həzrətinə olsun. Hidayət və rəh. Bunlar da yenə məncə hidayət ərəbcə sözdür, rəh türkcə sözdür, çünki hidayətin sonuna yapışır. Türk dili qaidəsindəndir. Həzrətinə olsun ki, zərbi ənaq küfrə, ənaq boyunlar. Küfrə bəd millət və bəd millət şeydir, sifət və adı yapışdırıb bir-birinə bəd, pis, millət də şeydir. Bəd sözü də burada hətta əgər farsı olmuş olsa, millət sifət ona gərək, məsələn, millət bəd gəliydi, bəd millət gəldiyi üçün o türkcə qaidələrindən faydalandığı üçün bu yenə də bəd sözü tərhu təqsim əmbal
Bunlar yenə də hamısı riyaziyyat ki, ərəbcədir əslində. Hətta biz də işləsək ərəbcədir bunlar. Oradan gəlibdir türkcəyə işlənir. Cəm, tərk və təqsim və əxz bunlar əmval, qənimət xüsusilərində təriqi aləti dəsturul əməl və əmr dinidə ittihad və ittifaqlar. İttihad və əlavələr, ittifaqlar da eyni ona tay. Bunlar səbəbilə cüruhi müxalifin məqtul əməl etmələri ilə bu ümmət müstəiddül kiram nəcmi minhəc hidayət və səbil səqim və zülmətdən cari müstəqim və səlamətə müstəəl inayət olmuşlardır. Bəd, qutardı, bu müqəddəmə qutardı. İndi getir hesabın özünə görək ki, nə deyir bunlardan. Burada bir elə bir təmmət yazıbdı, yəni bu şeyi qutarıbdı, ya da ki bu bir şeydir ki, burada yazıbdı, amma oxuya bilmirəm ki, nə yazıbdı. Mən təmmət kimi oxudum. Bəd, بعد از این bu abdi naçiz adı kimdir? İnayəti naçiz, inayət raci. Adı yazarın adı İnayəti raci. Ehtimalən bu raci adı mənə əlbəttə yəni ümid mənasındadır. Raci, ümidvar. Ərəbcə sözdür, amma bu çox indi Pakistan, Əfqanistan, Hindistanda məruf olan adlardır. Yəni türk adlarından deyil. Əslində bu Hindistan insanlarına və Hindistandan indi ayrılıb müstəqil özlərinə məmləkət olduqları, hətta bəluçların belə yenə də bəluçlar da Pakistan, Əfqanistan və bugünkü İran adlanır. Bəlkə də evi çox istəyirdim. Ondan da hər halda bu tərləmağın hala davamı var. Mən ehsas edirəm ki, zəiflikdir. Amma hər halda. Bu abd-i naçiz inayəti raci, yəni hala Məhəmməd Ruhuddin əsl adı da bu cüzü olacaqdır. Ehtimalən inayət raci, yəni ehtimalən ümidi vardı inayətə. Bu anlamda işlənir. Pəs adı bu deyil. Mən bunu iştibah dedim. Məhəmməd, buranı götürək, yazarı qalsın yerinə. Məhəmməd Ruhuddin. Adı Ruhuddindir. Birinci dəfədə belə bir adı eşidirəm. Cəlibdir. İbn-i Yəhya. İndi görəcəksiniz ki, yenə də mən onu düz demişdim. Pəs İnayət Raci də düzdür. Ehtimalən bu İnayət Raci də düz olacaqdır. Çünki dədəsi İbn-i Naci, İbn-i Yəhya Raci ya da Muhyi Ən-Naci. Mən Yəhya oxuram, amma bəli, iki dənə Muhyi olacaqdır. Meciy Naci. Ehtimalən beləsi olacaqdır. İbn-i Muciye iki danadır. Cimi də vardı. O da iki dana da ye vardı. Muciy Ən-Naci. Soğuk Saik. Soğuk Saik təqdir və inayət Xudavənd. Ehtimalən əcəb o Soğuk Saik də onun adıdır.
Ən-naci buradan ki addır. Soğuq saiq əcəba bu. Yenə çünki bunlar və inayət Xudavənd qədir ilə soğuq saiq. İnanmıram bu soğuq saiq adı olsun, amma ola bilər də olsun. Yəni bu biraz mənə əcib gəldi. Ehtimalən Hindi, Pakistani, Əfqanistani, Bangladeş bu adlardan olsun. Hər halda müsəlmandır. Təqdir və inayət Xudavənd qədir ilə və türk dilində soğuq saiq təqdir və inayət Xudavənd qədir ilə əvan şəbab və ənfəvan cavanimdən bəri cavanimdən bir təhsil ilm və maarif səy və koşiş və xüsusilə müştəxətir cəlibdir. Bəzi kəlmələri oxuya bilmirəm. Bu tərcümə olduğu üçün də ənfəvan bu ənfəvan biraz bu cavan yazılması cavanimdən bəri. Bu olacaq da ənfəvani cavan, amma niyə bu kəlmə burada nə olacaqdır? Həbavəndən olmaz, bu yer olar cavanımdan bəri, yəni cavanlığımdan bəri istir desin, amma burada kəlmə yerindən düşübdür. Mən baxaq görək ki, ənfəvani kəlmələr yerbəyer olubdur. Yəni məncə cavan olacaq idi, olubdur. Cavan olacaq idi, cavanımdan bəri. Beləsi olacaq idi, olubdur. Cavanimdən bəri. Onu biraz ya gərək deyək iştibahdır. Kəlmələr yerbəyer olub, ya da deyək ki, bir ayrı ləhcədir. İndi davam edək görək ki, nə olacaqdır? Ənfəvamdən bəri bər müştəxəd görürsünüz, bu kəlmədə taza bir şeydir, ərəbcədə deyil. Müştəxəd tiğ zehn, görürsünüz, yenə burada zehn dal zeynən olmadı, re zeynən yazıbdır. Bəllidir ki, bu bir ayrı ləhcədə bunu şey eləyiblər. Türkünün Hindistan olacaq, bu qətən Hindistan tərəfləri olacaqdır ki, orada ərəbcəndə çox yaxşı bilmir. Yəni, o R-z'ləri, zadları, o 4 dana Z vardı, onları bilmir. 4 dana sin var, sat, sin, s, bunlar vardı, onları bilmir. Onun üçün bu cürsi qələt görünür, amma qələt deyil əslində. Fəqət r-ları təşxis verə bilmir, z-ları təşxis verə bilmir, sinləri də təşxis verə bilmir. Zehn və idrak və incilai bəxş ola bilər. İncilai bəxş əql səlim və çalak
Calak yazıb. Məsələn, çalak olmaq cəhətindən ulumi qalibeyi və ilahiyyəyə illəti qaiyə müşabihəsində olan ulum-i riyaziyyə iktisabına xahiş vuruş və rəviş edib. Xahişü vərvəş edib. Xahişü vərvəş edib. Bu nə deməkdir? Vərvəş, rəviş mən oxuram, amma bu rəviş deyil. Burada bir dənə ya da ki, vav deyəxçədə iştibah yazılıbdır. Xahişü və vərvəş edib. Hər nə qədər həzvərان əslaf məsəllü soğ İltikaz olacaq bu da. İltikaz bezaətdə sahibi sərmayə və məarifimdən əxlaf xələflər gibi ləyaqət və istitaətdən banəsib və vayeyi və külli lisə حد و حدود سنین چند پند نیرو هندسه خانه همایونه ملازمت ایلدیجمدن شجری سباتم انبات سمری مقصود edip شهریار اسکتورتان شهریار اسکتورتوان تاجدار اسکتورتوان توان تاجدار و bəli bu qətlən hindi bir şeydir. Çünki hindidə bunu çeviriblər. Çünki o kəlmələr işlədir. Bunlar bizə tanış deyil. شهریار اسکتورتوان تاجدار و آراد ربان شاهی کشورگیر شهنشاه فریدون سریر حافظی تفور دین دینی مبین تفور دینی مبین خلیفه روی زمین سلطان ابن سلطان الغازی محمود ابن المرحوم الغازی عبدالحمید خان ابن المغفور الغاری سلطان احمد خان اید الله تعالی الى آخر zaman. İndi burada bu adları bir dəfə də yazaq. Hangi zamanda deyir bu kitabı yazıbdır? Çağdan danışır. Çağ Əs-Sultan Firidun Şahanşah əlbəttə yazıb. Şahanşah da yazmayıbdır. Şahanşah Firidun Şahanşah Firidun Sərir yox adı deyil bu. Adı deyil. Sifətdir. Sərir Hafizi Tüfur bin el-mərhum kimdir? Əl-Həmid xan. İbni el-Məğfur el-Qazi Sultan Əhməd xan.
bir dəfə bunu tapmışdıq əlbəttə. İbn Məğfur Sultan Əhməd xan əyyədəllah Teala ilə axiriz zaman. Özünün adı Sultan Məhmuddur. Bəs bu Sultan Məhmuddur, o da dedələridir. Teala ilə axiriz zaman Əfəndimiz Həzrətlərinin zamanı ba aman və avani sa'd-i iktiranlərində ki xəndizən əhdi nuşirvan və rəvacdihi mətai məarif və danışverان dür قطع مراتب ادرک ابتدا خلیفلیک و بعد خاجه سانیلوک ile کامیاب olup bir mentuği qanunnami Humayun. Calibdir. Qanunnami Humayun yazıbdır bir dana. Mentuq da yəni tibqi. Bər mentuqi mutabiqi. Qanunnami qanun namə birinci dəfədir ki, bunu görürük ki, bu bir qanun yazılıbdır. Bər məntuq tibqi, yəni qanunnami Humayun həsəb taqə təlim və tədris ilm həndəsənə ya da həndəsəyə iradəsində ulum riyaziyyenin mövqufun illiyəsi olan fənni hesabidə əlsəni günacunda kütüb və rəsail müşahidə olunmuş və hər birinin məslək və rəftarları görülmüş isə də bəzisi əməliyyatı ixtiyar ilə ityan bərahinidən zuhul və bəzisi burhani və qəzaya iradi ilə tərki usul etmiş olduğundan tərəfini havi və cümle-i ulum riyaziyeyi mühteva bir müəllif tədarüki, təəmmül və tədəbbür olunub rükni Fransa hükəmasından bir bu sətvəti tam bir başlayın hükəmasından bumutnam ya bumutnam bumut olacaq adı. Kitabı yazanın adı da nədir? O Fransa dilindədir. Fransa dilindən çeviriblər. Fransa yazan kimdir? Bu mut ya bu sut, bu mut. Ben bunu bu mut yazdım. Nəzərimə çünki bundan bir ayrı bir şey çıxmadıq. Bir muallif ya müəllif həman müəllif tədarükü tam və tədəbbür olunur. Calibdir ki, əvvəl burada bir qanunnamədən danışdı. Yəni bir qanun çıxardıblar təlimi tərbiyyət üçün. Bu birinci dəfədir ki, eşidirik ki, bir qanunnamə çıxardıblar. Bu qanunnamənin bir bölümü təlimi tərbiyyət nədir olacaqdır? Yazıbdır ki, həsəb taqə təlim və tədris ilm həndəsəyə ya həndəsənə iradəsində yəni neçə bölümü var, biri də hətta elmi həndəsə nədir təlim veriləcək. Onun haqqında qanun var. Ulum riyaziyyenin mövquf əleyhisi olan fənni hesabidə
əlsini cunacunda indi müxtəlif dillərdə hesabı tədris edəcəklər. Kütüb və rəsail müşahidə olunmuş və hər birinin məslək və rəftarları görülmüş isə də bəzisi əməliyyatı ixtiyar eyliyə ityan bərahinidən zuhul və bəzisi burhan və qəzaya iradilə tərk usul etmiş olduğundan tərəfini havi və cümle-i ulum riyaziyyeyi mühtevi bər bir müellif tədarüki təəmmül və tədəbbür olunub rükni Fransa. Bu kitabı axtarıb mən tapmalıyam, bir qanun. Çünki mən ən son oxuduğum budur ki, Sultan Osman adlı Osmanlının qurucusu Osmanın oğlu Həzrəti Osmanın oğlu indi onun adı nə idi? İndi serialı da, bu dizisi də oynanır. Onun Osmanın oğlu o deyirlər bir qanun yazıbdır. Amma dünənlər mən onun tarixinə İsrağa kimi qulaq asırdım. Bir dana nə deyirlər ona? Müstənəd bir filmə baxırdım. Deyirdi ki, qanun yazıbdır ehtimalən, ya qanun deyilibdir ki yazıbdır, amma bilinmir. Tapa bilməyiblər o qanunu. Amma burada bu qanundan söhbət geçir. O tapa bilməsə də burada söhbət geçir. Ehtimalən ya Urhan Qazi, ya Urhan Qazi yazıbdı bu kitabı, qanunu birinci Osmandan sonra. Osmanın oğlu Urhan Qazi, ya o kitabı qanunnamə yazıbdı, amma o yoxdur əldə. Ya da ki Mahmud Osman yazıbdı. Əgər Osman olsa bu Mahmud, o bir qanun yazıbdı. Bu qanunu əgər tapsaq, bəs birinci qanunu o yazıbdı. Yəni qanun yazıb, şər'idən əlavə ha. Şər başqa bir şey, şəriət başqa bir şey, qanun başqa bir şey. Çünki beləsi o şeydə oxuyurdum ki, yəni ya o müstənəddə deyirdi ki, Osmanın oğlu Urhana gəldilər, dedilər ki, ağa, bizim neçə məsələmiz vardı ki, onun üçün qanun yazılmalıdır. Bir də dedilər, şər var, dedilər, şər cavab verməz. Çünki, məsələn, ticarət eləyirik, ticarət şəridə yoxdur. Həmçinin biz erməni varımızdır, Yahudi varımızdır, Kristiyan ya Məsihlər varımızdır, ayrı dinlərdən olanımız vardır, dinsizlərimiz vardır topraklarımızda. Bunlara bir şey yazmalıyıq ki, bunları da tutsun. Məsələn, vəsiyyəti olmayan adamlar var, bunların irsi mirası var, evlənmək var, ərə getmək var, ölmək var, quylamaq var. Bunlar şeydir, yəni bunlara bir qanun olmalıdır. Onun üçün bir qanun yazıblar deyirlər. Və ha belə oğurluqlar var, filanlar, bunlara qanun düzəltməlidir. Çoxlu. İndi deyirlər ki, Urhan deyək ki, xəlifə Urhan ya Sultan Urhan belə bir qanun yazıbdır, amma əldə deyil. İndi bir dənə kitab deyirik ki, Mahmud deyirlər ki, bu Mahmud hətta nələr oxunsun, nə cür seçilsin o oxumağa, hangi millətlərdən bu kitablar yazılsın, var, belə bir qanun var. Buna axtarıb tapmaq lazımdır. Pəs bu da Qanunnamə-i Humayun kim olacaqdır? Mahmud. Sultan Mahmud buna yazaq. Sultan Mahmud.
İbn Abdülhamid Əl-Qazi Osmani. Bunu da burada axirində yazaq Osmanlı ki, bəlli olsun ki, bunlar Osmanlı mən yazıram. Əlbəttə dedim bunu bəlkə Osmanlı deyil. Ona görə buna şəklə baxıram. Amma hər kəs də bu birinci qanunu ehtimalən çox geniş bir qanun yazdırıbdır. Və bu buracan tapılmayıb və bizə deməyiblər. Biz deyirik ki, ən son qanunu məşrutədə yazılıbdır ki, Əbdülhamid Osmanlı Əbdülhamid ikinci Əbdülhamid dövründə yazılıbdır. Ki sonra da məşrutə olubdur da, məşrutəyə deyirlər ona deyirlər məşrutə. Amma bu o haldadır ki, bu ondan öncə yazılıbdır. Əlbəttə İranda da ki, o şey ki, məşrutə deyirlər bugünkü İran adlanan yerdə, o da məşrutədən qabaq qanunlar yazılıbdır. Ən mühüm qanun budur ki, Fətəli Şah dövründən başlayıb qanun yazmaq. Sonra Nasiruddin Şahda çox ciddi qanunlar çıxıb ortaya. Biz onları bilmirik. Məclis çıxıb əlbəttə, qanun yox. Mən istədim deyəm, qanun yox. Çünki qanun məclisdən qabaq təsvib olubdur, yazılıbdır, amma məşrutə məclis deyə, məclis-i qanunquzarı qanun təsvib eləyə, o da məşrutədən qabaq Nasiruddin Şah dövründə olubdur. İndi hər halda bunu davam eləyək. Bu da çox önəmli bir məsələ də çıxdı burada. Bir müd nam həkimin bir vifq xatir xahi cami tərəfin olaraq bir müəllifinə və vəsters olub və bunu bilmirəm, bu nədir yazıb burada. Acaba bu addır vestes ya vestres olub nəfini təmin və qəvaidini hasil və amməyə təfhim üçün lisan-ı Fransəvidən zəban-ı Əzəbülbəyan-ı Türkiyə tərcüməsinə təsmim-i niyyət olaraq, bu da lisan-ı Əzəbülbəyan, calibdir, lisan-ı Fransədən, Fransəviyyədən, calib bunu yazıbdır. Bunu da yazaq cümləni. Lisan-ı Fransəviyyədən, calib imlə ilə bunu yazdığı üçün bunu yazıram. Zəbani əzəb, yəni şirin, amma çox şirin. Əl-bəyan, bəyan-ı Türkiyə tərcüməsinə təsmim niyyət, həm təsnim niyyətdir, həm də niyyəti işlədibdir. Ona görə deyirəm ki, kitab calib yazılıbdır. Niyyət olaraq olan elmi hesab, olan elmi hesabın tərcüməsinə mübaşirət və dibaçə etibari nam nami Həzrət Cəhandari ilə müzəyyən və zinət qılındı və billahi tövfiq. Calibdir ki, burada nam Həzrət Cəhandari, yəni bu kitabın adı elmi hesab deyil. Bu kitaba mübaşirət və dibacə etibari, dibacə hardan olacaqdır? Etibari nami
Həzrət cəhandari ilə müzəyyən və pür zeyb qılındı. Tamam. Yəni bu nə deməkdir? Bu deməkdir ki, bu kitabın adı elm hesab deyil. Məsələn, ehtimalən indi bunu oxuyaq, görək ki, nədir? Çünki kitabın özündən çox önəmli budur. Ehtimalən bu elə olacaqdır, məsələn, elmi hesabı, məsələn, adı Məhmudiyyə ya Məhmudi, belə bir şey olacaqdır. Belə görün. Elmi riyazidə, indi müqəddəməyə gedək, görək ki, əcəba bu o şey ki, dedi ki, dibaçə orada nə yazır? Elmi riyaziyyədən bir cüz'i olan iş bu risalə, riyazinin bir tikəsi, bir müqəddəmə və 12 babi, hər biri neçə məbahisi şamil və müqəddəmə dəxi elmi riyaziyi tərifi müərrəzindən 11 bəhsi müştəmildir. Pəs bunun 11 bəhsi olacaqdır tərifdən sonra. Bəhs əvvəl elmi riyazinin mövzui mütləqa miqdarın məsahəsidir. Sani ədad xutut və sutuf və burası tanış gəlir mənə və ərzə və isqal və sürətlər məsələləri təzayüd və tənaqüsə qabiliyyəti olan mümkünatın cümləsinə miqdar yaxud kəmmiyyət itlaq olunur. Miqdar ya kəmmiyyət. Hər bir növ miqdarın dəxi vəhdət məxsusəsi vardır ki, ya ittifaqən ixtiyar. Hala, bunlardır, burada adı bəlli olmadı, geçdi bəhsin içinə. Xamis Hadi əşər 11 idi, dedi tənbih mənayı mövzui hilliyyəti iqtizasıncə bir dəvanın nəf'i və təriq istimalini təfhim edər və istidlal olunan dəvayı kəsirənin lüzumini və onlardan lazım qalan olacaq. Nətaici isbatə salih bir qəziyyə yaxud bir qıssiyə ehtimalən yaxud qıssayı mütəəddidədə istitrad balada murur edən mütəəddidədə istidrad balada murur edən məbahisdən birinin zikri murad olunduqda qənği rəqəm vəz olunur isə ol məbhəsə işarət olunur. Məsəla 4 rəqəm vəz olunur isə 4-cü məbhəs demək olur və müqəddəmən zikr olunan bir bank məbhəsi murad olunur. Bir babun, banki deyil, bir babun məbhəsi murad olunur isə ol bablə məbhəsün rəqəmi vəz və tərqim olunur. Məsəla 7-ci bab təhrir olunsa 7-ci babidə olan 5-ci məbhəs demək olur. Bab əvvəl tedadün usul-i mütləqə si bəyanındədir.
Ədadın elm və istimalinə fənni hesab təbir olunur. Dostlar, bu kitabı burada qoyaq qalsın. Hətta bəlkə bunu delete eləyəm, siləm. Özümdə bu gücü görmədim ki, kitabı davam verim. Həm də ki, bunu bir də qeydib oxumağım gələcəkdir. Onun üçün bunu burada qoyaq qalsın, hər halda biz zəhmət çəkdik. Amma bu kitabı yenidən oxumağım gələcəkdir. Onun üçün burada qutaraq. İnşallah ki, eləyə biləm. Gələnci cələsədə cismin bu icazəni verə ki, kitabı oxuya biləm. Onun üçün burada qutaraq. Allaha min mərtəbə şükür ki, bu günlə gözümüzü açdıq, bu günü gördük, axşama yetirdik və sağlığımızı ələ gətirdik. Yəni, doktorlar məni mütməyin elədilər ki, çox ciddi bir şey yoxdur bundan bu üzə. Əlbəttə, dava dərmanıma yetişəcəyəm. Amma özümdə biraz indi ehsas zəif edirəm. Şayət də buna görə ki, bu günləri çox çalışmışam. Çox hər halda özümdə zəif hiss edirəm. Onun üçün kitabı burada qutaraq. Allaha şükür eləyək ki, bu günləri bu kitabla da tanış olduq. Amma bu kitabda inşallah ya bugün ya yarın hətmən bunu başlayayım. Görüm ki, hangi qanunu yazıblar. Sağ olun, sağ qalın. İnşallah ömrü olsa bir başqa gün